Salamlar olsun hər kəsə, dəyərli izləyicilər. Bax, bu dəfə viruslar yoluxub dəhşət dərəcədədir. Demək, gəlir boğaz ağrısı, xırıltı, öskürək. Nə ağrısı? Bundan təhlükə. Götürürsünüz, bax, belə dar zəncəfil bu formada. Bax, bir qoz boyda. Bax, təmizləmişəm bunu. Belə xırdalamışam. Bunu salıram çayniyə. Gördünüz, qoz boyda zəncəfil. Götürürsünüz. Gül xətimi. Belə 2 xörək qaşığı gül xətimi. Mütləq lazımdır. Bax, mütləq. Tökdünüz belə gül xətimi. Sonra götürürsünüz, bax, bura. Mıxəng. Bir çay qaşığı, bax, belə. Mıxəng atılır. Sonra atılır bura. Bax, bu formada sarı kök. Ərziyalda atmıram, çubuk var belə. 3 dənə bax belə sarı kök. Atıldı bura. Demək, zəncəfil, mıxəng, sarı kök, gül xətimi. Bunları dəmlənir. Bir də darçın var. Bax belə. Bax bu formada Şirlanka darçınıdır. Bax Seylon darçını. Bax içi bu formada olmadı. Dolu halda. Turpka kimi yox. Bax bu formada. Belə bir dənə çubuq darçın. Bax belə. Oxladım, tökdüm. Şimdi bax bunu alıram. Qaynaya su tökürəm bura, bax. Bax bu formada. Qaynaya, bax belə, bax qaynaya su tökürəm. Qoyuram qazın üstünə. Damalı bir 20 dəqiqə. Bax formada. Tökdüm bura. Qaynamış suyu. Qoyduq belə bura. Damalı. Burada qazın üstündə dam alasın. Dam alandan sonra götürürsünüz belə bir dənə stakan, tökdünüz stakana. Lazımdır ancaq buraya yenidən əlavə edirsiniz. 1 dilim limon, 1 dilim limon. Mütləq. Bir də bal. Bir çay qaşığı bal. Amma balı isti halda oraya tökməyin, balın təsiri olur. Temperatur 30 dərəcə olmalı. Ya da ağızda qoyun belə, yəni. Belə istifadə olunur. Həmən problemlərdə 2 günə özünüz görürsünüz, krip gələ bilmirsə. Bax, bu mövsümü olan bu viruslardan uzaq durur. Sonra bir dənə ikinci, əgər yox, sizdə güclü öskürəklər varsa, şam qozasını bəhməzdir. Götürürsünüz, bax, 1 xörək qaşığı bəhməz, bax, tökürsünüz, bax, bura 1 xörək qaşığı bəhməz. Tökürsünüz, bura 1 xörək qaşığı, bax, belə limonu kəstiniz, suyun, 1 xörək qaşığı da adi su, kran suyu götürürsünüz, tökürsünüz bura, qarışdırıb içirsə, yeməkdən əvvəl, axşam yatanda 3 günə sizdə olan ən kəskin, dəhşətli öskürəklərdən əsər, əlamət qalası deyil. Yəni, bu 100%'li sınanmış metoddur, hamı istifadə edir. Sağ olun, var olun, xəstələnməyin, Allah canınızı sağ eləsin. Bu metodlardan istifadə edin. Ucuz başa gələn bir dənə qarşımlardır bunlar hamısı. Sağ olun.